Evladın 3 ay içərisində danışacaq. Yaşından və diaqnozundan asılı olmadan söz veririk. Necə söz verirsiniz? Nəyə əsaslanaraq söz verirsiniz? Necə belə asan danışa bilirsiniz? Doğrudan da bu qədər asan olmuş olsaydı, 4 il, 6 il universitet oxumuş, üzərinə ixtisas artırmış, yüzlərlə uşaq görmüş mütəxəssislər də belə rahat danışardı. Özümü bu fikirləri eşidən valideynlərin yerinə qoyuram. İnsanın ürəyi ümidlə dolur. Çünki övladın üçün hər şeyə inanmaq istəyirsən. Amma burada bir anlıq dayanmaq lazımdır. Hisslərinizə qapılmayın, dəyərli valideynlər. Çünki inkişaf belə bir şey deyil. Vaxtdır, prosesdir, səbirdir və heç bir elmi, etik mütəxəssis yaşı nə olur olsun, diaqnozu nə olur olsun deyə səslənə bilməz. Belə ümid verə bilməz. Çünki hər uşaq fərqlidir, hər inkişaf yolu unikaldır. Heç bir uşaq hələ diaqnozundan asılı olmayan, yaş fərqi önəmsənilməyən uşaqlar 3 aylıq proqrama tabe tutula bilməz. Valideynə zaman demək çətindir. Bilirəm ki, valideynlər də bunu istəyir, bunu gözləyir, buna ümid eləyir ki, kimsə onlara vaxt versin ki, 3 aya, 1 ilə sağaldacam evladını. Amma inanın ki, dəyərli valideynlər, ümidlərinizin çox ümidlənib o ümidlərin daşa dəyməyi daha çətindir. Yalan ümid vermək isə daha ağır zərər verir. Psixologiya ixtisasının adını batırmağa fokuslanmış, biznes yönümlü ixtisassızlar sizə səslənirəm. Əsl mütəxəssis möcüzə vəd eləmir, qorxutmur, müqayisə eləmir. Sadəcə prosesə fokuslanır və valideynlərə də yalançı ümidlər vermir. Övladının inkişafı bir yarış deyil, yarış meydanı deyil. Və onu da unutma ki, sevgi, düzgün dəstək və səbir ən böyük silahındır və ən böyük mübarizəndir.